Bakıda yerli vaxt saat 10:00 olarsa, cədvəli verilmiş məntəqələrdən yerli vaxt nəzərə alaraq hansının 45 şərq zona yerləşdirməyini. Bakı, deməli, 50 şərq zonu, 10:00, daha doğrusu 10:00. Deyək, məntəqələrdən hansı, deməli, 45 şərq zonunda yerləşər? 45 şərq zonu. İkisi də uzunluq verilibsə, birinci dərəcə fərqini tapırıq. Deməli, dərəcə fərqi bərabərdir 50 şərq uzunluğu. İkisi də eyni yarımkür olduğu üçün çıxırıq. 5 dərəcə. 5 dərəcəni gəlin dəqiqəyə çevirək. 1 dərəcə 4 dəqiqə, 5 dərəcə x dəqiqə. X də bərabərdir 5 vurulsun 4 bərabərdir 20 dəqiqə. Və Bakıdan 45 şərq zonu qərbə doğru getdikcə, biz dedik ki, yer kürəsi qərbdən şərqə doğru hərəkət etdiyi üçün qərbdəki məntəqə, hansı məntəqə özündən qərbdəkindən irəli, özündən şərqdəkindən isə geri olacaq. Ona görə biz sola gedirik. Ona görə biz saat 10-dur, sonra 20 dəqiqə çıxırıq. Olacaq 09:40. 09:40 şərq E variantı. Günəşin eyni anda səmada vəziyyətlər göstərilən məntəqədə hansı daha şərqdə yerləşir? Eyni anda, deməli, göstərilir məntəqələr. Məsələn, bir məntəqəsində dayanmışıq və günəşi biz vəziyyətlərə baxırıq. Bu vəziyyətlərə baxsaq görərik ki, deməli, deyir daha şərqdə. Daha şərqdə yerləşirsə, günəş bunların içərisində ən sonda görür. Məsələn, 5 dənə məntəqədir daha, deyək ki, A, B, C, D, bir də Y. 5 dənə məntəqədir. Və bu 5 məntəqə, günəş də onun üzərində dəyişir. Günəş də onun üzərində dəyişir. Deməli, buradan başlayır günəş. Gəlir, 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 gəlir. Bu formada. İndi deyir ki, ən şərqdə olan, yəni bunları silək. Deməli, A məntəqəsi buradadır. Yəni, günəş burada görür. A buradadır. Sonra B məntəqəsi burada görür. Belə görür. Sonra C məntəqəsi burada görür. D məntəqəsi burada görür. Y məntəqəsi burada görür. Bu da belə gedəndə şərqdən qərbədir. Şərqdən qərbə. Yəni, gündə biz bilirik ki, şərqdən çıxır, qərbdən batır. Ona görə bu formadadır. Daha şərqdə olan hansı oldu? Y variantı. Yəni, Y. Elə variant da Y. Bakıda yerli vaxt saat yerli vaxtla saat, deməli, Bakı 50 şərq uzunluğu 1 avqust saat gecə 3:40. Bu zaman 35 qərb uzunluğu. 35 qərb uzunluğu. Dərəcə verilib. Birinci planın dərəcə fərqlərini tapırıq. Dərəcə fərqini tapıb saata çevirməliyik ki, nə qədər vaxt fərq var. Dərəcə fərqi bərabərdir 50 şərq uzunluğu, 35 qərb uzunluğu. Bunlar fərqli olduğu üçün toplayırıq. Bərabər 85 dərəcə. İndi 85 dərəcəni biz çevirək saata. 1 saat 15 dərəcə. X saat 85 dərəcə. Buradan da 15 vurulsun x bərabərdir 85. X bərabərdir 85 bölünsün 15. 5 düşür 75. 10 qalıq qalır. 5 saat. İndi bizim 10 dərəcəmiz qalır. Bunu dəqiqəyə çevirək. 1 dərəcə 4 dəqiqə. 10 dərəcə x dəqiqə. Buradan x bərabər 4 vurulsun 10 bərabərdir 40.
Deməli 5 saat 40 dəqiqə fərq var. 5 saat 40 dəqiqə fərq var. 5 saat 40 dəqiqə fərq varsa və Bakıdan hara gedirik? Sola doğru gedirik. Bakıdan sola doğru gedirik. Bakıdan sola doğru gedəndə biz dedik ki, yer kürəsi qərbdən şərqə doğru hərəkət elədiyi üçün biz qərbə doğru getdikcə saat geri gedir. Yəni irəli yox, geri. Yəni ondan soldakı məntəqə geridir. Ona görə biz həmin 3:40-dan 5:40 geri gedirik. Deməli 0, 3, 40, çıxırıq 5, 40. Burada deməli biz 0-3-dən, 0-3-40-dan biz 25-40-ı çıxa bilmədiyi üçün bunun üzərinə biz 24 gələk, yəni 1 üstə gələk, sonra çıxaq. Ona 24 gələndə 27-40 üstünə 24 gəlirik. Çıxılsın 5-40. 0, 0, 2, 22, 0, 0. Və 22, 0, 0 çünki gəlir bura 3:40. 10, 0, 0-a da yəni gecə 00 olandan sonra gecə 12-dən bu tərəfə keçəndə bir gün geri olur. O da olur cavab 31 iyul 22:00. C variantı. Keçək növbətiyə. Sxema əsasən B məntəqəsində yerli vaxt saat 23:00-dur. Hanı B məntəqəsi? Greenwich'dir B. Buradan görünür. Deməli, Greenwich'də 0 dərəcə B. Burada saat 23:00. A, C məntəqəyə müvafiq yerli vaxt fərqləri müəyyən edin. A və C. Birinci A-ya baxaq. Birinci bunlar arasında A yerləşir 45-də, qərb zonunda. Soldadır. B, C yerləşir 45 şərq zonunda. C. İndi gəlin bunlar arasında birinci dərəcə fərqlərini tapaq. 45, 0. 45 dərəcədir. Dərəcə fərqi bərabərdir. 45 qərb uzunluğu 0 olduğu üçün çıxırıq və yaxud topluq eynidir. 45 dərəcə. 45 çevirək saata. 1 saat 15 dərəcə. X saat 45 dərəcə. 15 vurulsun X bərabərdir 45. X bərabərdir 45 bölünsün 15. Bu da bərabər 3. 3 saat. Deməli 3 saat fərq var. 3 saat sola gedirik. Burada 23-dürsə, bundan 23:00-dan 3 saat çıxırıq. Çıxılsın 3:00. 0, 0, 0, 20. Deməli 20:00. Niyə çıxdıq? Çünki qərbə doğru gedir. Deməli A məntəqəsində yerli vaxt 20:00-dur. İndi C-yə baxaq. C-də yenə saat 20:00. C-də yenə şərq uzunluğu. Dərəcə fərqi bərabərdir. 45 şərq uzunluğu 0 olduğu üçün toplayıb çıxır eynidir. 45 dərəcə. Yenə 45 dərəcədir. Yenə 1 saat 15 dərəcə. X saat 45 dərəcə. Buradan da 15 vurulsun X bərabərdir 45. X bərabərdir 45 bölünsün 15. Yenə 3 saat. Və bu zaman biz 3 saat tapdıq. Amma şərqə doğru gedir. Şərqə doğru gediriksə üzərinə gəlirik. 23-ün üstə 3 gələndə 3, 0, 0, 0, 12, keçir 2, deməli, gecə saat 2, 00. Cavab A variantı. 26 eləyir. Yəni toplayanda 26, 00. Biz də bilirik ki, 24 saatda sutqamız. Çıxanda 0, 0, 2 saat. 2, 00. Sankt-Peterburq şəhərini 30 şərq uzun, onun eyni enlikdə yerləşən Oslo şəhəri 15 şərq uzunluğunu fərqləndirən cəhət. Sankt-Peterburq. Amma eyni enlikdə yerləşirlər. Biri 30 şərq uzunluğu. Sankt-Peterburq 30 şərq uzunluğundadır. Eyni enlikdədirlər. Oslo 11 şərq uzunluğudur. Bunları eyni enlikdə Oslo şəhərindən fərqləndirən cəhət. Sankt-Peterburq Osloda. Yay gündüzləri daha
uzun olur, eyni olur. Çünki eyni meridian üzərindədir. Qütb ulduzu daha böyük buz altında görünür. Yox, ikisi də eyni meridianda eyni görünür. Qışda gecələr daha qısa olur. Qışda gecələr daha əksinə yox, ikisi də eyni meridian üzərindədirsə, yenə də eynidir. Yerli vaxt daha irəlidir. Sankt-Peterburq baxsaq şərqdədir, Oslodan şərqdədir. Oslodan dedik ki, şərqdə olan, hər hansı məntəqədən şərqdə olan məntəqə ondan irəlidir. Deməli, D variantı. Yayda gecələr daha qısa olur, səhvdir. Eyni paralel üzərində də eynidir. Deməli, hansı məntəqədə yerli vaxt, qurşaq vaxtı arasında vaxt fərqi mövcuddur? Qurşaq vaxt fərqi və yerli vaxt fərqi mövcuddur. A məntəqəsinin qurşaq vaxtını tapaq. A bərabər 30 qərb uzunluğu. Əgər bu enliklərin dərəcələri 15-ə qalıqsız bölünürsə, bunlar arasında vaxt fərqi mövcud deyil. Yerli vaxt var, qurşaq vaxt. Əgər qalıqla bölünürsə, bunlar arasındakı qurşaq vaxt fərqi, yerli vaxt fərqi, qurşaq vaxtı ilə vaxt fərqi mövcuddur. Məsələn, 1 saat 30, daha doğrusu 15, 1 saat 15 dərəcə, x saat 30 dərəcə. Buradan da 15x bərabər 30, x bərabərdir 30 bölünsün 15, bu da 2. Qalıqsız bölündü. Deməli, bunlar arasında qurşaq vaxt, yerli vaxt fərq yoxdur. A getdi. B-yə baxaq. B 30, 0 donsda və orta meridiandır. Burada da qalıq olmur. B doğrudur. Yox, B də doğru deyil. Vaxt fərqi. C-yə baxaq. 28-dir. 28 şərq uzunluğu. Biz bunu 15-ə böləndə qalıq düşür. Deməli, biri C-dir. 45-i D məntəqəsi 45 şərq uzunluğu. Bunu 15-ə böləndə 3 yenə qalıq olmur. C 70-i böləndə 15-ə 4 düşür. Qalıq 10 olur. Deməli, cavab C və Y. Yerli vaxt, yerli xəyali ətrafında, yerin xəyali oxu ətrafında orta fırlanma sürəti 1281 km/saat olarsa, bu hansı paralel çevrəsi üzərindədir? Bax, biz demişdik ki, sürət verilibsə, sürət bölük 15-ə 1281 bölünsün, daha doğrusu 15. 1281 bölünsün 15. O da eləyir 85, 1281 bölünsün, deməli, bölünsün 15. 85 onda 4 kilometr. Biz də bilirik ki, 1 dərəcə qolsun uzunluğu 85 onda 4 kilometr. Hansı paraleldə olur? 40-cı paraleldə. D variantı. Günəşin eyni anda səmada vəziyyət göstərilən məntəqələrdən hansı daha qərbdə yerləşir? Yəni, çəkirik. Bu olur bu tərəfə. Şərqdən qərbə. Deməli, 5 dənə günəşin vəziyyətidir. 1, 2, 3, 4, 5. Deməli, A məntəqəsi yenə ortadadır. B məntəqəsi buradadır. C məntəqəsi buradadır. D məntəqəsi buradadır. Y məntəqəsi buradadır. Deyir, daha qərbdə. Daha qərbdə yerləşən B. Elə yenə B variantı. Sıxımda ABC məntəqənin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. Deməli, gəl müəyyən edək ki, bunlar hansı saat qurşağında yerləşir? A. Deməli, 143 şərq uzunluğu. Nədən bilirik? Çünki art-arta gedir. B. 157 şərq uzunluğu. C. 161 şərq uzunluğu. Deməli, indi gəlin dərəcələr verilib. Baxaq ki, dərəcələr hansı saat qurşağında. Yəni, bu dərəcə yer kürəsi nəyə qədər dövr edir? 1 saat 15 dərəcə. X saat 143 dərəcə. 15 vurulsun x bərabər 143, x bərabər 143 bölünsün 15. Bu da düşür, deməli, 9 dəfə 135, 8, qalıq 8. Biz demişdik ki, qalıq 8. Biz demişdik, qalıq 8, 7 onda 5-dən böyükdürsə, üstünə 1 gəlir, üstünə 1 bərabərdir 10.
Deməli, A məntəqəsi 10-cu saat qurşağıdır. 10. 7 getdi, C də getdi, B də getdi. Qaldı A-la D. 10. Keçək B-yə. B-ni hesablayaq. B. Deməli, B x saat 157. X vurulsun 15 bərabər 157. X bərabər 157 bölünsün 15. Deməli, 10 düşür 150. Qalıq 7. Qalıq 7, 7 10 da 5-dən kiçik olduğu üçün üzərinə 1 gəlmiş. Elə bu olur 10-cu saat qurşağı. Elə A variantı olacaq. Sonra keçək C-yə. C-ni tapaq. C məntəqə 161-dir. X saat 161. X vurulsun 15 bərabər 161. X bərabər 161 bölünsün 15. 1, 15, 1. Deməli, 1, 10, 161, deməli, 161 bölünsün 10 düşür. 10 düşür. Daha doğrusu, 10 düşür. 1-0 gəlirik. 10 düşür, 150-dir. 150. Birbaşa 10 düşür, 150-dir. Buradan da qalır 11. Və qalıq. Deməli, nəysə belədik. 8-ci saat qurşağı olmuraq. Daha doğrusu 13-cü. Deməli, 161 10 düşür. Yəni olmur. Nəysə belədik. 160 ay. 161 qərb uzunluğudur. Birinci sayın. 161 qərb uzunluğudur. Qərb uzunluğu olanda deyirik 360-dan çıxırıq birinci. Qərb uzunluğu olanda 360 çıxırsın 161. 199. Buradan da tapırıq 1 saat 15 dərəcə. X saat 199. 15 vurulsun X bərabər 199. X bərabər 199 bölünsün 15. Bir dəfə düşür. 15, 4, 49-da. 3 dəfə 45. Deməli, 3 dəfə. Deməli, 4. Deməli, 4 qaldı. Qalıq 4-dür. 7 10 da 5-dən. Daha doğrusu kiçikdir. 7 10 da 5-dən kiçik olduğu üçün elə qalır. Deməli, cavab 13-cü saat qurşağı. A variantı. Yerli vaxtın Bakının yerli vaxtından 1 saat 16 dəqiqə irəli. 1 saat 16 dəqiqə. Bakının yerli vaxtından deməli, Bakı Əlli şərq uzunluğu. Deyəlim 1 saat geri. Biz dedik ki, ondan hər hansı məntəqədən qərbdə geridir, şərqdə irəli. 1 saat 16 dəqiqə geri. 1 saat 16 dəqiqə. Gəlin bunu birinci dərəcəyə çevirək. 1 saat 15 dərəcə. Elə 1 saat x dərəcə. X-də bərabərdir 15 dərəcə. Dəqiqəni tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 16 dəqiqə. 4 vurulsun x bərabər 16. X bərabər 16 bölünsün 4. X-də bərabər 4. Plus 4. Deməli 19 dərəcə. 50-dən 19 dərəcə qərbə gedirik. 50 çıxılsın 19 bərabərdir 31 şərq uzunluğu.
31 şərq uzunluğu. Onu tapdıq. Məntəqə ilə 31 şərq uzunluğu ilə 24 şərq uzunluğunda 31 şərq uzunluğu, 24 şərq uzunluğu. Bunlar arasında yerli vaxt fərqini dərəcə verilib. Birinci dərəcə fərqini tapaq. Ardıcıllıq birinci dərəcə verilsə birinci dərəcə fərqini tapmalıyıq. Ardıcıllıq belədir. Birinci 31 şərq uzunluğu, 24 şərq uzunluğu. Niyə çıxdıq? Eyni yarımkürədir. 7 dərəcə. Bunu çevirək. Neçə dəqiqə deyir? 1 dərəcə, 4 dəqiqə, x dərəcə, daha doğrusu 7 dərəcə, x dəqiqə. X də bərabər 7 vurulsun 4 bərabər 28 dəqiqə. Y variantı. 117 şərq uzunluğu 6-7 saat qurşaqlarının sərhədlərini təşkil edirsə, 37 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Deməli, sərhədlərini təşkil edirsə 6 və 7. Bunlar qonşudur. Bunların sərhədlərini təşkil edirsə, yəni orta meridian, yəni 117 şərq uzunluğu bunların orta sərhəddidir. Yəni orta meridianı kimi götürək. Orta meridian. Və orta meridiandır. Bəndə gəlin orta meridianı tapmaq üçün biz deyirdik ki, yenirdik. 1 dərəcə, daha doğrusu 1 saat 15 dərəcə, x saat x dərəcə. Burada biz 15 dərəcəni bilmirik. Burada deyir sərhədlərini təşkil edeyim. Bunu tapmalıyıq. Bizə dərəcəmiz verilir. 1 saat x dərəcə. Bunların ortası 6.5'dir. Yəni 6.5 saat. 6 ilə 7'nin arası 6.5 yarısıdır. 6.5 saat 117 dərəcə. Buradan da x vurulsun 6.5 bərabər 117 x bərabərdir. 117 bölünsün 6.5. X də bərabərdir 18. Deməli, yer kürəsi 1 saata 15 yox, 18 dərəcə dövr edir. 37 qərb uzunluğunu tapaq indi. Onu tapdıq. İndi 37 qərb uzunluğuna baxaq ki, 37 dərəcə nesidir? Amma qərb uzunluğudur. Qərb uzunluğu ümumiyyətlə 18 dərəcə dövr etdirir. Gəlin baxaq ki, neçə saat qurşağı var. Sonra onu tapaq. Deməli, 1 saata 360, 18 dərəcədirsə, x saata 360. Buradan da 18 vurulsun x bərabər. Çünki çevrə tamdır, 360. Ona görə 360. X də bərabər 360 bölünsün 18. X də bərabər 20. Deməli, yer kürəsi 18 dərəcə dövr edəndə 20 saat olur. 20 saat. Yəni 20 saat qurşağı var. 15 olanda 24 idi, 18 olduğu üçün 20. İndi deyək ki, 37 qərb uzunluğu. Qərb uzunluğu olduğu üçün nə edirik? Qərb uzunluğu olanda bərabər 360 çıxılsın 37 bərabərdir 323 dərəcə. İndi bunu tapaq. 1 saata 18 dərəcə, x saat 323. 18 vurulsun x 18 vurulsun x bərabərdir 323. X bərabərdir. Deməli 323 bölünsün 18. 18 bərabər. Deməli 17 düşür. Qalıq. Deməli qalıq 16. Qalıq 16. Qalıq 16-dır. Və qalıq 16-dırsa, biz dedik ki, bu 18. 18-in də 18 dərəcə. Bunların sağı solu 9 olacaq, 9 olacaq. Yarı-yarı. Çünki belə 18-dir.
Ona görə qalıq 9-dan böyükdür, üstünə 1 gəlirik. 17 üstə gələk. 1, o da bərabərdir 18. 18-ci saat qurşağı. Cavab B variantı. Aralarında 1,5 saat zaman fərqi olan iki meridian arasında dərəcə fərqi neçə dərəcə olduğunu hesablayın. 1,5 saat. 1 saat 15 dərəcə. 1,5 saat x dərəcə. X də bərabərdir 15 vurulsun 1,5 bərabərdir. X də bərabərdir 22,5 dərəcə. D variantı.